Sizi dadı ləzzəti ilə hər dəfə hazırlamağa məcbur edən eyni xəmirdən fərqli dadlarda soba pirajkisinin hazırlanmasını bölüşürəm. Onun üzərinə soyuq kərə yağı rəndələnib ovunta hazırlanır. Üzərindən şəkər tozu, duz, qabartma, yumurta, sirkə, xama, soda əlavə olunub xəmir bir yerə topalanıb mətbəx salafana yerləşdirib soyuducuda 1 saat gözlədilir. Eyni bərabər kündələrə bölünür. İçiliklər məndə qiymə, toyuğun sinəti, ləvəngi və kartof idi. Onların hər birinin reseptini videonun altında qeyd edirəm. Sizlər isə video baxa-baxa yaddaşa alın, hazırlamaq istəyərkən axtarıb tapmaq sizə asan olsun. Soba listinə yerləşdirib, üzərinə yumurta sarısı vurulur, çörək otu küncüzlə bəzənir. Qızdırılmış sobada bişirilir. İnanın, o qədər ləzzətli olur. Hazırlayın, ağız tadı ilə nuş edin. Səhifəni takib etməyənlər səhifəni takib alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Müsibət. İnanıram ki, hazırlayan xanımlarımız peşman olmaz. Hələlik.